Bize reaksiya verir. Bunun sürət kinetik tənliyi B bərabərdir K1 vurulsun. K vurulsun ümumiyyətcə x2'nin kvadratı vurulsun y2 şəklindədir. Birinciyə baxanda sürət nə qədər verib? 8 vurulsun 10 üstü -4 yazacağım. K1 vurulsun 0,1'in mötərizə kvadratı vurulsun 0,2. O da bərabərdir. Buradan da 0,1'in kvadratı eləyəcək 0,100'də o da bərabər K1 vurulsun 2 üstü 10 üstü 2 vurulsun 10 üstü -3. Buradan da K1 də bərabərdir 8 vurulsun 10 üstü -4 2 vurulsun 10 üstü -3. O da bərabərdir 0,4. Deməli biz K2'ni hesablayanda necə eləyəcəyik? K2 də bərabərdir yenə buradan olanda 36 vurulsun 10 üstü -4'ü buradan böləcəm 6 eləyəcək. Buradan eləyəcək 18. Bunun kvadratı 0,3 9 0,2 bu da eləyəcək 18 vurulsun 10 üstü -3. Buradan da ixtisarı 2'ye o da edir 0,2. Buradan da K1 bölünsün K2 də bərabərdir 2'ye. Cavabımız 2.